Salam, mental aritmetika proqramının 13-cü dərsində hər birinizi xoş gördük. Bu günləri biz mentalda 8-in üzərinə necə 2 gəlirik, onu öyrənirik. 8-in üzərinə 2 gələndə biz bilirik ki, təkliklər sağ əllə, onluqlar sol əllə ifadə olunur və 8 üzərinə 2 gələndə bu qaydaya uyğun olaraq 10 gəlir, 2-yə böyük qardaş 8 gedir və cavab beləliklə edir 10. Misallarla öyrəndiyimiz qaydanı yenidən təkrar edək. 7 üzərinə 1 gəlirik 8 və 8-in üzərinə 2 gələndə köməkçi 10 gəlir. 2-yə böyük qardaş 8 gedir və cavab edir 10. 8 üzərinə 2 gəlirik. 10 gəlir. 2-yə böyük qardaş 8 gedir. Cavab edir 10. Onun üzərinə 9 gələndə cavab edir 19. 8 üzərinə 2 gəlirik. 10 gəlir. 2-yə böyük qardaş 8 gedir. Cavab edir 10. Onun üzərinə 6 gələndə cavab edir 16. Altı üzərinə 2 gəlirik. 8. 8-in üzərinə 2 gələndə köməkçi 10 gəlir. Və 2-yə böyük qardaş 8 gedir. Cavab edir 10. 18 üzərinə 72 gələndə 8-in üzərinə 2 gələndə 10 gəlir. 2-yə böyük qardaş 8 gedir və burada onluq mərtəbəsinə 70 əlavə eləyəndə cavab edir 90. 19 üzərinə 22 gələndə 9-un üzərinə 2 gələndə 10 gəlir. 2-yə böyük qardaş 8 gedir və onluqlar mərtəbəsinə 20 əlavə edəndə cavab edir 41. Əlli 9 üzərinə 22 gələndə 9-un üzərinə 2 gələndə 10 gəlir. 2-yə böyük qardaş 8 gedir və onluqlar mərtəbəsinə 20 əlavə eləyəndə cavab edir 81. 29 üzərinə 62 gələndə 9-un üzərinə 2 gələndə 10 gəlir. 2-yə böyük qardaş 8 gedir. Onluqlar mərtəbəsində 30 eləyədir bizdə və 30-un üzərinə də 60 gələndə cavab edir 91. 86 üzərinə 23 gəlirik. 6-nın üzərinə 3 gələndə 9. 80-in üzərinə 20 gələndə zehnimizdə 100 gəlir. 20-yə böyük qardaş 80 gedir və cavab edir 109. 95 üzərinə 22 gələndə 5-in üzərinə 2 gəlirik 7. 90-ın üzərinə 20 gələndə zehnimizdə 100 gəlir və 20-yə böyük qardaş 80 gedir. Cavab edir 117. 86 üzərinə 23 gələndə 3-ü əlavə edirik təkliklərə. Burada elədi 9. 80 üzərinə 20 gələndə zehnimizdə 100 gəlir. 20-nin böyük qardaşı 80 gedir və cavab edir 109. 95 üzərinə 22 gəlirik. 5-in üzərinə 2 gəlirik 7. 90-ın üzərinə 20 gələndə zehnimizdə 100 gəlir. Deməli 20-yə böyük qardaş 80 gedir və cavab edir 117. 86 üzərinə 23 gələndə 6-nın üzərinə 3 gəlirik 9. 80 üzərinə 20 gələndə 100 gəlir. Zehnimizdə 20-yə böyük qardaş 80 gedir və cavab edir 109. 91 üzərinə 28 gəlirik. 1-in üzərinə 8 gəlirik. Burada 9 elədi. 90-ın üzərinə 20 gələndə zehnimizdə 100 gəlir. 20-yə böyük qardaş 80 gedir və cavab edir 119. 87 üzərinə 20 gələndə 7-in üzərinə 0 gəlirik. 7 eləyir. 80-in üzərinə 20 gələndə 100 zehnimizdə gəlir
və 20-nin böyük qardaşı 80 gedir. Cavab eləyir 107. 2 üzərinə 25 gəlirik. 2-nin üzərinə 5 gələndə 7, 80-nin üzərinə 20 gələndə 100 gəlir zehnimizdə və 20-yə böyük qardaş 80 gedir və cavab eləyir 107. 88 üzərinə 20 gələndə 8-in üzərinə 0 gələndə 8, 80-nin üzərinə 20 gələndə 100 gəlir zehnimizdə və 20-yə böyük qardaş 80 gedir və cavab eləyir 108. 90 üzərinə 22 gələndə 0-ın üzərinə 2 gəlirik. 2, 90-ın üzərinə 20 gələndə zehnimizdə 100 gəlir. 2-yə böyük qardaş 80 gedir və cavab eləyir 112. 96 üzərinə 20 gələndə 6-nın üzərinə 0, 6. 90-ın üzərinə 20 gələndə zehnimizdə 100 gəlir və 2-yə böyük qardaş 80 gedir və cavab eləyir 116. 84 üzərinə 25 gələndə 4-ün üzərinə 5 gəlirik 9, 80-nin üzərinə 20 gələndə zehnimizdə 100 gəlir. 20-yə böyük qardaş 80 gedir və cavab eləyir 109. Bugünkü dərsimiz bu qədər. Videonu bəyənin və kanala abunə olmağı unutmayın ki, yeni dərslərdən xəbərdar olasınız.